Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Alemlerin Rabbi olan Allah'a hamd olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine ve kıyamet gününe kadar onun ardınca güzel şekilde gidenlere Allah'ın salamı olsun. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. İlk önce her iki aileni bu güzel hayır iş münasebetiyle tebrik ederim. Muhammed sallallahu aleyhi ve sellemin iki yeni evlenen, izdivac üzerinde olan, bu birliği kuran şəxslər üçün etmiş olduğu duanı qardaş və bacıma etmək istəyirəm. Barakallahu ləkə və barakə aleykə və cəmə beynəkumə fi xeyr. Allah Azze və Cəllə öz xeyirlərini və bərəkətlərini sizə versin. Xeyri üzərində sizləri cəm etsin. Qardaşlarım, evlilik İslam dinində, insanın həyatında ən önəmli olan məsələlərdəndir. Hansı ki, İslam şəriəti bunun üçün geniş və böyük bir yer ayırıb. Bunun önəmini həm ayələr Allahın kitabında və həmçinin Muhammed sallallahu aleyhi və səlləmin sünnəsində, onun sözləri, hədisləri var bu barədə. İnsanlar bu məsələdə diqqətli olsunlar. Bu işin önəmini dərk etsinlər. Çünki evlilik önəmlidir. İnsanın özünü qorumaq üçün, nəslini, soyunu qorumaq üçün, cəmiyyətini, fərdini, kəndini, elini, obasını, millətini, dövlətini qorumaq üçün önəmlidir. Sağlam bir cəmiyyətin olması üçün önəmlidir. Onun üçün İslam dini anadan doğulduqdan Rəbbinə qovuşana qədər insan üçün gedəcəyi gözəl bir huda yolu qoyub. Hər bir şeyi bəyan edib. Göydə uçan quşlardan, yerdə gəzən hətta heyvanlardan belə bizim üçün xəbərlər var, xəbər verir. Gizlin bir şey qalmayıb. Önəmi bildirilib, əmirlər verilib, qadağalar qoyulub. Eləcə də evlilik məsələsində böyük bəyanlar gəlir. Haqlar qoyulur. Onun üçün Muhammed sallallahu aleyhi və səlləm cavanlar toplumuna müraciət etdiyi zaman deyir ki, ey cavanlar toplumu, sizdən kim evlənməyi bacarırsa evlənsin. Bu insanın gözünü qorumaq üçün, soyunu qorumaq üçün, özünü qorumaq üçün bir yoldur. Və Muhammed sallallahu aleyhi və səlləm bizə bəyan edib evliliyin hansı hallar üzərində olduğu zaman gözəl olacağını, düzgün olacağını, ailənin və uşaqların Allah Azze və Cəllədən qorxan, dininə sadiq, millətinə, dövlətinə, yaşadığı yerə, elinə, obasına sadiq bir insan necə yetişdiriləcək onu öyrədir. Allah Resulü deyir ki, İzə ətəkum mən tərdavunə dinəhu və xuluqahu fəzəvvicuh. Sizə dinindən və əxlaqından razı qaldığınız kəslər gəldiyi zaman onları evləndirin, geri çevirməyin. Geri çevirməyin. Əgər siz belə etməsəniz, yer üzəri geniş fitnə, fəsadla dolar, fitnələr olar. Hansı fitnələrdir? Fitnələrin ən əvvəlində, şərlərin ən başında gələn Allah Azze və Cəlləyə ortaq tutulması, ortaq qoşulması, şəriklərin Allaha edilməsi, Muhammed sallallahu aleyhi ve sellemin yolundan, sünnəsindən kənara çıxılması, dini ilə gedilməməsi fitnəsi. Onun üçün deyir, dinindən və əxlaqından razı qaldığınız gəldiyi zaman, çünki həmin ailədə uşaqlar Rəbbini bilən, şəriksiz, uca,
yenilməz güc və qüvvət sahibi olduğunu bilən uşaqlar yetişəcək. Üstünlükləri biləcəklər. Və Allah Rasulü bəyan eləyir, insanlar dünyada nə üçün evlənirlər? 4 haldan kənara çıxmır bu. Bəziləri ya oğlanın ya da qızın gözəlliyinə görə, bəziləri varına, dövlətinə görə, bəziləri soyuna, nəslinə, adına, nəcabətinə görə, bəziləri isə dininə görə evlənir. Və Muhammed sallallahu aleyhi ve sellem bu 4'ünü saydıktan sonra hər bir zaman dilindən haqdan başqa bir söz çıxmayan, daim haqqı söyləyən, insanları doğrusuna yönəldən, aləmlərin Rəbbinin elçi olaraq bizə göndərmiş olduğu və həmçinin bizi onun ümmətindən olmaqla şərəfləndirdiyi Muhammed sallallahu aleyhi ve sellem deyir ki, dini olanı seç. O zaman üstün olan sən olassan, qazanan sən olassan, uğur tapan sən olassan, gözəllik də səndə olacaq, soyun üstünlüyü də səndə olacaq, var, dövlət, zənginlik də səndə olacaq. Onun üçün, qardaşlarım, biz həmdlər və şükürlər edirik aləmlərin Rəbbi olan Allaha, vermiş olduğu bütün zahiri və batini nemətlərə görə. Həmçinin şəhadət edirik ki, Allahdan başqa ibadət olunmağa haqqı olan bir məbud yoxdur. Təkdir və şəriki yoxdur. Hansı ki, qardaşlarım, evliliyi Allah Azza və Cəllə öz ayətlərindən, dəlillərindən etmiş, həmçinin bizə xəbər vermiş, göndərmiş olduğu rəsulların evləndiyini, onlara zövcələr və həmçinin övladlar verdiyini və bu yolun, evlilik yolunun peyğəmbərlərin yolu olduğunu bizə bəyan etmişdir. Və həmçinin qardaşlarım, Allah Azza və Cəllə Rum surəsinin 21-ci ayəsində onun ayələrindən, dəlillərindən, bizə olan nemətlərindən, bizim özümüzdən, öz cinsimizdən bizim üçün zövcələr yaratdığını, ərlər üçün arvadlar, qadınlar, qadınlar üçünsə ərlər və kişilər yaratdığını bəyan edir. Və bəyan edir ki, litəskunu iləyhə, onlarla sakitlik tapasınız deyə. Və həmçinin sizin aranızda rəhmət və mərhəmət qoymuşdur. Və həmçinin şəhadət edirik Muhammed sallallahu aleyhi və səlləmin Allahın Rasulü olduğuna, onun elçisi olduğuna, hansı ki, aləmlərə rəhmət olaraq göndərilir, hansı ki, insanlara gözəl əxlaqı, düzgün yaşamağı və xeyr üzərində olmağı, evlərdə də necə olacağımızı öyrədir. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, sizin ən xeyirliniz öz ailəsinə, öz həyat yoldaşına, öz uşaqlarına gözəl davranandır. Və şübhə yoxdur ki, mən öz ailəmə ən gözəl davrananam. Qardaşlarım, evlər sevgi, məhəbbətlə qurular, təqva ilə qorunar, səbirlə sabit qalınar, yumşaqlıqla gözəlləşdirilər, gözəl əxlaqla da bunun üzərində gözəl bir şəkildə davam edilər. Allah Azza və Cəllə Bəqara surəsinin 228-ci ayəsində qadınların da öz ərlərinin üzərində haqlarının olduğunu bəyan edir. İnsan evləndiyi zaman bunları bilməlidir, dərk etməlidir. Və həmçinin Nisə surəsinin 19-cu ayəsində Allah Azza və Cəllə bizlərə qadınlarla ən gözəl bir şəkildə davranmağımızı əmr edir. İmam Buxarinin, İslamın və İslamda ən böyük hədis alimi və həmçinin İmam Müslimin, sünnənin Allahın izni ilə müdafiəçiləri hədisi yazıb, Allah Rasulunun sözlərini insanlara çatdıran bu ikisi Muhammed sallallahu aleyhi ve sellem'dən rəvayət edir ki, deyir ki, qadınlar haqqında xeyr üzərində olun. Və həmçinin qardaşlarım, bəzi nəsihətlər var ki, evlənən ailəyə, onların həyatının xoşbəxtlik üzərində davam etməsi üçün bu önəmlidir. İlk öncə qardaşlarım, insanın təqvalı olması, Allahdan qorxması, bu nicat tapmış,
gözəl evliliyin qardaşlarım başlanğıcıdır. İlk öncə insana Allahdan qorxmaq, təqvalı olmaq. Onun üçün Allah Azze ve Celle öz kitabında buyurur ki: وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim Allah'tan qorxarsa, təqvalı olarsa, Allah Azze ve Celle ona çıxış yolu verer. Evdə olan çətinliklərdən, ailədə olan çətinliklərdən. Qardaşlarım, təqva sözü yalnız boşu-boşundan deyilən, üzərindən keçilən bir söz deyil. Təqva sözünün, qardaşlarım, insanın əxlaqında onun ədalətli olmasına gətirməlidir. Öz nəfsini cilovlamasına, zülmü tərk etməsinə və həmçinin qəzəb anında səbirli olmasına və haqların yerli yerində verilməsinə gətirməlidir. İstər onu yaradan Rəbbinin haqları olsun, istərsə də yaradılmış insanların haqları olsun. Onun üçün, qardaşlarım, Hasanul Basri rahimehullah deyir ki, təqva sahibləri, onlar günahlardan, haramlardan, zülümlərdən, insanların aslandan qaçdığı kimi qaçırlar. Onlar haramlara düşmək istəmirlər, çünki təqva sahibləridir. Həmçinin ikinci məsələ, yeni evlənənlərə, evli olanlara, evlilikləri davam edənlərə tövsiyəmiz budur ki, insan mülayim olmalıdır, gözəl, əxlaqlı olmalıdır. Və bu qardaşlarım, bütün Allahın izni ilə gözəl, ədəbli, yumşaq olmaq qəlblərin açarıdır. Allah Azze ve Celle Quran-ı Kerimdə buyurur ki, وَقُولُوا لِلنَّاسُ حُسْنًا. İnsanlarla gözəl sözlə danışın, mülayim danışın. Əgər sənin sözü eşitməyini istəyirsənsə, sənin dilindən çıxanın onun qəlbinə çatmasını istəyirsənsə, gözəl sözlərlə onunla danışmalısan. İmam Müslim'in rivayet etmiş olduğu hədisdə Muhammed sallallahu aleyhi ve sellem deyir ki, əgər yumşaqlıq bir şeydə olarsa, onu gözəlləşdirər. Hansı şeydə gözəl rəftar, mərhəmətli olmaq, yumşaqlıq varsa, onu gözəlləşdirəcək. İmam Əhməd deyir ki, qardaşlarım, əgər hörmətli sözlü, gözəl sözlü olarsa, onun ailəsində, onun ailəsi onun üçün neymət olar. Gözəl sözlü olarsa, onun ailəsi onun üçün neymət olar. Və həmçinin, qardaşlarım, üçüncü məsələ və tövsiyə, yeni evlənənlər üçün, uzun müddət evli olanlar üçün təğaful, görməməzlikdən gəlmək, hər şeyi görməmək. Çünki insan hər şeyi gördüyü zaman birinci özünü yoracaq, sonra isə ailəsini yoracaq, onunla bərabər yaşayanları yoracaq. Onun üçün, qardaşlarım, insan xırda şeyləri görməməlidir. İmam Əhməd deyir ki, qardaşlarım, əxlaq 4 hissədən ibarətdirsə, 10 hissədən ibarətdirsə, onun 9-u görməməzlikdən gəlməkdir. Hər şeyə görə görüb etiraz etməmək, onun üzərində durmamaqdır. Çünki, qardaşlarım, elə bir ailə, elə bir münasibət yoxdur ki, orada xatalar olmasın, orada səhvlər olmasın. Elə bir həyat yoxdur ki, orada enişlər və yoxuşlar olmasın. Onun üçün, qardaşlarım, insan hər şeyə gözünü açıq tutmamalıdır. Hər şeyi görməməlidir. Xoşbəxt ər və arvad bir-birinin xatalarını axtaranlar deyil, qardaşlarım. Bir-birinin səhvləri üzərində sən bunu etdin, o bunu etdi deyən deyil. Alimlər deyirlər ki, qardaşlarım, ailə odur ki, bir hadisə baş verdiyi zaman bir-birinə ittiham edərək, bu sənin üzündən oldu, sən etdin, sənə görə oldu deməz. Bu ailə deyil. Ailə bir hadisə baş verdikdən sonra bunu necə həll edək? Bərabər əl-ələ tutub bunun ağırlığı altından necə çıxaq deyənlərdir. Necə çıxaq deyənlərdir. Və həmçinin, qardaşlarım, 4-cü nəsihətimiz evli olanlara bir-birinin haqlarını qorusunlar. Qadınların, kişilərin üzərində haqqı olduğu kimi kişilərin də onların üzərində var.
və hər bir kəs də bu haqları qorumalıdır. Allah Azze ve Celle buyurur ki وَلَهُنَّ مِثْلُ الَّذ۪ي عَلَيْهِنَّ Onların da üzərlərinə düşən haqları qədər sizin üzərinizdə haqları var. Və Muhammed sallallahu aleyhi ve sellem deyir ki, hər biriniz başçısınız və əlinizin altında olanlardan soruşulacaqsınız, sorumlusunuz. Ömer İbn Abdülaziz deyir ki, o insaflı deyil, əgər öz zövcəsinin, həyat yoldaşının haqqını vermirsə. Və həmçinin 5-ci nəsiyyətimiz, qardaşlarım, xeyr üzərində, yaxşılıq üzərində, itaət üzərində bir-birinə kömək etmək, bir-birinə yardımlaşmaq. Necə gözəl ailədir o ailə ki, qadın öz ərinə namazı xatırladar, ibadətləri xatırladar, kişi də öz qadınına. Allah Azze ve Celle buyurur ki وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى Təqva və yaxşılıq üzərində bir-birinizə kömək edin. Qardaşlarım, o ev ki orada kişi və öz qadınına, qadın öz ərinə qalxaq, bərabər namaz qılaq, bərabər sədəqə verək, bərabər Quran oxuyaq, bərabər Allah Rasulunun hədislərini öyrənək, uşaqlarımıza öyrədək, yaxınlarımıza başa salaq deyirsə, xoşbəxt ailə budur və xoşbəxtçilik buradadır. İbn Abbas radiyallahu anh deyir ki, hansı evdə Allah yad edilərsə, zikr edilərsə, o ev nurlanar, xeyir bərəkətlə dolar. İbn Teymiyyə rahimehullah deyir ki, hansı ev ki Allahın itaəti üzərində qurulub, həmin evlərdə səkinət olar, sakitlik olar, həm ruhun, həm bədənin rahatlığı tapılar. Və həmçinin insan qəzəbləndiyi zaman səbr etməlidir. 6-cı nəsiyyətimiz, insanın səbr etməsi, qəzəbləndiyi zaman qarşısındakını üzürlü görməsi. Necə ki Allah Azze ve Celle səbr edənləri, qadın və kişiləri tərifləyir. وَالصَّابِرِينَ وَالصَّابِرَاتِ Səbr edən kişilər və səbr edən qadınlar deyir. Çünki qardaşlarım, güclü olan qarşısındakını əzən, alçaldan və yaxud da onun belini yerə vuran deyil. Güclü olan kəs, gücü çatdığı halda qəzəbini boğan, bağışlayan, mərhəmət edən və ondan onun səhvini keçəndir. Və həmçinin təşəkkür etmək. Bu çox halda görürsən ki, nə kişinin qadınına, nə də qadının kişisinə olmur. Kişi evə gəldiyi zaman onun üçün, onlar üçün işlədiyinə, evə onlar üçün deyəcəkləri Allahın vermiş olduğu ruzunu gətirməyə, çəkdiyi əziyyətlərə təşəkkür etməlidir. Görürsən, bundan qafil olunur. Allah səndən razı olsun, bizi kimsəyə möhtac etmədin. Əziyyət çəkdin, işlədin, gətirdin, əlimiz açılmadı. Gözümüz başqasına baxmadı. Çox sağ ol. Təşəkkür edirəm sənə. Adi sözlərdir. Lakin ailə birliyinin qorunmasına, məhəbbətin daimi olaraq qalmasına, sona qədər xoşbəxtliyin davam etməsinə gətirib çıxardar. Həmçinin kişi evə girdiyi zaman qarşısına qoyulan yeməyə görə təşəkkür etsin. Yuyulan paltarlarına görə, təmiz saxlanan evinə görə, gözəl baxılan uşaqlarına görə, namusunu qoruduğuna görə, ailəsinə, özünə söz gətirmədiyinə görə, haqq üzərində yanında olduğuna görə, itaətdə onunla bərabər səcdələrinə qapıldığına görə təşəkkür etməlidir qadınına. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, insanlara təşəkkür etməyən Allaha şükr edə bilməz. Və həmçinin, qardaşlarım, evliliyin bəzi faydaları var. Evliliyin faydalarından insanın nəfsinin sakit olması, sükunətə çatması. Onun üçün Allah Rasulü nəsihət edir cavanlara, evlənin. Nəfs sakit olacaq, çaşqınlıqda olmayacaq. Cavanların xüsusən nəfsləri haramlara getməyəcək. Çünki qardaşlarım, ev yalnız insanın yeyib içəcəyi və yatacağı bir yer deyil. İnsanın həm bədəninin, həm də ruhunun sakit olacağı yerdə. Necə ki Allah Azze ve Celle deyir, لِتَسْكُنُوا إِلَيْهَا Rahatlığınızı bu evlilikdə tapasınız deyə evliliyi sizin üçün qoyub. Və həmçinin qardaşlarım,
insanın sevgisinin və məhəbbətinin, qarşıdakına mərhəmətinin davamlı olması, bunun da üzərində davam etməsi və həmçinin əxlaqın gücləndirilməsi. Əxlaqın gücləndirilməsi. Nə ilə olur, qardaşlarım? Əxlaq necə güclənir? İnsan evlilikdə səbri öyrənir. Əxlaqı gözəlləşir və həmçinin yumşaqlığı öyrənir. Səhvlərdən, xatalardan təcavüz edib keçməyi, bağışlamağı öyrənir. Öz nəfsini tutmağı öyrənir. Mərhəmətli olmağı öyrənir. Evlilik sənə dərs keçir, əxlaqı dərslər. Uşağı yetişdirməyi, özündən başqası kiməsə görə qorxmağı, narahat olmağı, sənə bunu hər birini öyrədir. Və həmçinin insana evlilikdə bərəkətlər gəlir, qardaşlarım. Evliliyin faydalarından insanlara bərəkətin gəlməsi. İnsanlara bərəkətin gəlməsi. Necə ki, qardaşlarım, Allah Azza və Cəl, Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Allah Azza və Cəllə mərhəmətlidir və mərhəmətli olanı da, yumşaq olanı da sevir. Hansı evdə ki, qardaşlarım, yumşaqlıq olarsa, mərhəmət olarsa, o evdə Allah Azza və Cəllənin ruzusu olar, vaxtın bərəkəti olar, sağlamlıq olar və həmçinin xeyr üzərində verilmiş övladlar olar. Sonra isə, qardaşlarım, evliliyin faydalarından övladların sabit qalması, əgər təqva üzərində qurulmuş bir ailədirsə, hər şeyi gözü açıq olub görməyən bir ailədirsə, səbr üzərində, ədalət üzərində qurulmuş bir ailədirsə, bu bərabərdir, qardaşlarım, gözəl, əxlaqlı, ədəbli, səbirli, dini olan övladların olmasına. Sevgini görən, nifrətlə böyüməyən, bir-birinə hörməti görən, bir şey verildiyi zaman qarşılığında təşəkkürü öyrənən bir övladlar olacaq. Təşəkkürü öyrənən bir övladlar. Onun üçün, qardaşlarım, nəsiyyətimi bitirmək istəyirəm. Sonluqda demək istəyirəm ki, qardaşlarım, evlərinizdə Allahdan qorxun. İstər bu yeni evlənənlər olsun, istərsə də evlilikdə davam edənlər. Mərhəmətli olun, hər şeyi görməyin, ədalətli olun, öz mənzilinizi çaşqınlıq, fitnə, narahatlıq, söz-söhbət yeri, diyarı etməyin. Yaşadığınız yer rahatlıq eləyin. Çöldən, çətinlikdən, fitnədən, söz-söhbətdən qayıtdıqda rahat olacağım bir yerə, sevinərək və sevərək qayıdacağım bir ev edin. Gəldiyim zaman yenə də dırdırlar, söhbətlər olduğu yerə getmək istəmədiyim bir yer etmə. İstəmədiyim bir yer etmə. Və həmçinin, qardaşlarım, heç bir zaman ailə xoşbəxtçilik, səhvlik üzərində gözəl bir şəkildə davam etməz. Yenə də, qardaşlarım, sonluqda hər iki ailəni təbrik edirəm. Bu xoş münasibətlə Allah Azza və Cəllədən istəyirəm ki, onları xeyri üzərində cəm etsin. Onların göz bəbəyini sevindirəcək, onların başına tac qoyduracaq salih övladlar versin. Onların hər birinin həyatını xeyri üzərində uzatsın, təqva üzərində yaşayanlardan etsin, ədalətlə qurulan, gözəl əxlaqla gözəlləşən ailələrdən etsin. Təbrik edirəm hər iki ailəni, xüsusən də Zeyd qardaşımı. Allah Azza və Cəllə xeyirli etsin, mübarək etsin. Və sallallahu alə nəbiyyinə Muhammed və alə əlihi və sahbihi və səlləm.